Peşə təhsili artıq bütün dünyada alternativ yox, iqtisadi inkişafın əsas dayaqlarından biridir. Ölkəmizdə də bu sahənin prioritet istiqamətlər sırasına çıxması təsadüfi görünmür. Məqsəd aydındır. Gəncləri real bacarıqlarla təmin etmək və onların məşğulluq imkanlarını genişləndirmək. Açılışı olan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları, alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. – 2025-26-cı tədris ilində mərkəzdə 42 ixtisas, 55 qrup üzrə 962 tələbə təhsil alır. Nəzəri biliklərsiz yəqin ki, təcrübə natamam olardı. Bu biliklərin əldə edilməsində mərkəzin kitabxanası tələbələrə kömək eləyəcək. Peşə təhsilində praktik biliklər müstəsna əhəmiyyət kəsb eləyir heç şübhəsiz. Odur ki, mərkəz özəl və dövlət sektorunu təmsil edən 30-a yaxın müəssisə ilə əməkdaşlıq eləyir. Bir nəfər 400 nəfərə qədər olur. Afər mənim çox maraqlı bir məqamı bildirir. Deməli, son tədris ilində artıq 400 qız tələbə burada təhsil alır. 8 il bundan öncə isə cəmi bir tələbə təhsil alırdı peşə təhsilində. Bu yerli limondur. Bəli, yerli limondur. Bunun da yetişdirilməsində tələbələr iştirak edir. Birbaşa tələbələr iştirak edirlər. Deməli, ən calaq məsələsində əvvəl biz onları calaq etmişik, sonra bundan müəyyən səviyyəyə gələndən sonra yer dəyişmə etmişik onların, elə bir əkmişik və qulluq olunub, artıq məhsul üstündədir. Eyni zamanda bizim tələbələrimiz demək olar ki, bütün biznes prosesi görürlər davamlı olaraq. Yəni bizim əsas məqsədimiz odur ki, bu işin əvvəlindən, lap əvvəlindən sonuna qədər, yəni ki, o dəyər zənciri ki var, məhsulun bazara çıxana qədər tələbələrimiz o prosesin iştirakçısı olsunlar, ona əyani formada görsünlər və gələcəkdə öz bizneslərində belə istifadə edə bilsinlər. Tullantılardan tələbələrin hazırladığı dekorasiyalardır bunlar. Var həmçinin. Tələbələrimiz yaradırlar. Bunlar da həmçinin tullantılardan hazırlanıb. Siz orada bir də görün necə rahatdır. O qədər rahatdır ki, çox yoxlayaq. Yoxlayın, çox rahatdır. Bu da tullantılardan. Həqiqətən çox rahat. Satışa çıxarılsa, ənənəvi kreslolardan daha uğurla satılar. Afərən, burada nə təqdim olunur tələbələr? Hansı biliklərə yiyələnə bilirlər? Son dövrlərin ən müasir ixtisaslarından biri hibrid və elektromobillərin diaqnostikası ixtisası açılır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində hal-hazırda tədris gedir onunla bağlı. Vüsal mətləb xüsusi olaraq həftə üçün.